İlahiyyatçı Rüfət Qarayev öz Facebook və Instagram hesabında dostluğunda olan bəzi insanlara çağırış edib. Yazının mətni belədir. Əziz və dəyərli dostlar, bu paylaşımı etməkdə əsas məqsədim, dostluğumda olan bəzi dini bilgisi az olan insanları dünya və axirət təhlükəsi ilə xəbərdar etməkdir. Sözü gedən şəxs, Qurana söykəndiyini iddia edərək, Quran ayələrini təksib edir. İslahatçı olduğunu bildirərək, cəmiyyətdə fitnə və fəsad toxumları səpir. Din şünnasam deyərək, dinin əleyhinə xidmət göstərir. Əlindəki telefonu yerə vuraraq, müqəddəs Kəbə ilə müqayisə edir. Bəzən də, müqəddəs kitabımız Qurani Kərimin də müqəddəsliyini yanlış və çaşdırıcı fikirləri ilə kölgə altına salmağa çalışır. Bir sözlə onu demək istəyirəm ki, bu şəxs həm milli, həm dini və həm də mənəvi dəyərlərimiz üçün böyük təhlükə mənbəyidir. Yaşadığımız cəmiyyətdə elə viruslar var ki, öldürücüdür. Bəziləri isə ölümcül edir. Amandır, özünüzü və evladlarınızı bizə məxsus olmayan, baltası özümüzdən, sapı özgənin olanların təhlükələrindən qoruyun. Sonda isə ilahiyyatçı, Qurani Kərimin Ali İmran surəsi 97 ayəsini start gətirərək mövzusuna xitam verib. Orada aydın nişanələr, İbrahimin məqamı vardır. Ora daxil olan şəxs əmin amanlıqdadır. Təhlükədən kənardır. Onun yoluna ərzaq, minik və sağlamlıq baxımından gücü çatan hər bir kəsin həccə gedib o evi ziyarət etməsi insanların Allah qarşısında borcudur. Kim bunu, bu borcu inkar edərsə, özünə zülm etmiş olar. Əlbəttə, Allah aləmlərə heç kəsə möhtac deyildir. Əgər sən də işləməkdən və dünyadan yorulmusansa, İlahiyyatçı Rüfət Qarayevin İncilər, Elmin Qapısı və Mənəvi Səyahət kitabını elə indi İsra Nəşriyyatdan sifariş et. İstədiyin ünvana çatdırılsın.